Salam kanal izləyiciləri, mən Günel müəllimə. Bugün sizlərlə lövhədən də gördüyünüz kimi MIQ suallarına izah vermək istəyirəm. MIQ sualları dedikdə nə nəzərdə tuturam? Ötən illərdə MIQ-də istifadə olunmuş sual tiplərinə baxacaq və bir neçə sualda hansı ki MIQ qruplarımızda istifadə etdiyimiz quizlərdən, sınavlardan 2 sual da əlavə eləmişəm. Deməli, sualımızın birincisi budur. Bunu ötən illərdə MIQ-də iştirak etmiş müdavimlər artıq xatırladı sualı. Deyir, köklərindən biri x1-dir, mənfi 1-dən böyükdür, x2-dir, 2-dən kiçikdirsə, A-nın ala biləcəyi, buradakı A parametrini ala biləcəyi tam qiymətlərin cəmini soruşur bizdən. Gəlin, baxaq görək nə demək istəyir. Baxın, mən bunu cəbri üsulla, qrafik üsulla həll etmək istəyirəm. Necə? Kökünün biri burada olsun, fərz edək, kökünün ikincisi burada olsun, x2. Kökünün biri mənfi 1-dən böyükdür. Mənfi 1-dən böyük o deməkdir ki, mənfi 1 haradasa buradadır. Bunun bax kökü belə bir qiymətdir. Qrafiki çəksək bu şəkildədir. Kökün ikincisi də 2-dən balacadır. 2 də burada olsun. Onda belə çıxır ki, baxın, əgər kökünün biri mənfi 1-dən böyükdürsə, mənfi 1 qiymətində bu funksiyanın ala biləcəyi qiymət hər nədir bilmirik, amma 0-dan böyük olduğunu bilirik. Həmçinin f2 üçün araşdırsaq, əgər kökünün x2-dən kiçikdirsə, f2 qiymətində isə verəndə alacağımız qiymət isə hansı ki mənfi qiymətə aid olacaq. Deməli, onda belə çıxır ki, f2 mənfi, f1 isə müsbət qiymət əmələ gətirir. Bunu bir dənə silək, həllini buradan yazaq. Bu elə bilirəm aydındır. Yəni, qrafik sualın daha rahat bir şey var. İkincisi, x1, x2 tənliyin kökləridirsə, tənliyin kökünün x1, x2 olması üçün bunun diskriminantı da müsbət olmalıdır. Gəlin, indi bunları nəzərə alaq. F mənfi 1. Apardım x-ların yerinə mənfi 1 yazdım. Nə alıram? 2 plus 5 plusa nədir bu? Böyük 0-dan. Deməli, A-mız nədən böyük olacaq? Mənfi 7-dən. F2 0-dan kiçikdir. F2 0-dan kiçikdirsə, yerinə 2 yazaq. 4, 8, minus 10, üstə gəl A, kiçikdir 0-dan. A nədən kiçikdir? 2-dən. Tapdıq ki, A-mız mənfi 7-dən böyük 2-dən kiçikdir. Amma hələ diskriminant qalıb. Diskriminantı nə olmalıdır? 25 çıxılsın 8A böyükdür 0-dan. Və 8A-mız kiçikdir. Nədən olacaq? 25-dən. 25-də 8-ə böləndə 3,8-də 1. Deməli, sizin A ədədiniz mənfi 7-dən böyük 2-dən kiçik, həmçinin 3,8-də 1-dən kiçik olmalıdır. Onda bunların kəsişməsi hara düşür elə? Mənfi 7 ilə 2 arasında. Hansı ki, təsəvvür edin, ədəd 3,8-də 1-dən kiçikdir və mənfi 7 ilə 2 arasındadır. Ortaq kəsişimi bura düşür. Burada olan tam ədədlər hansıdır? Mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0 və 1. Bunların cəmi nə qədər verər? Bunlar islah edəcək. Bunların cəmi isə verəcək bizə bu 4 ədəd. O da eləyəcək, deməli, mənfi 8, mənfi 8, mənfi 20. Sualımızın doğru cavabı mənfi 20 olacaq. Keçid eləyək digər bir suala. Hansı ki, sualları baxmaq istəyənlər Telegram kanalından, ödənişsiz WhatsApp qruplarında paylaşılıb suallar. Həmçinin Instagram səhifəmizdə də sualları baxa bilərsiniz. Ümumi olaraq, gəlin keçid eləyək ikinci suala. Lövhəmizin silgisini itirdiyimiz üçün biraz vaxt aparır. Keçirik ikinci suala. İkinci suala, baxaq bir dənə suala. Sualda tərs funksiyaya aiddir, ikinci hazırladığım sual. Bu, sınaq qruplarımızda istifadə etdiyimiz sual tipidir. Bu arada, belə bir əzərinizə bir məlumatı çatdırım ki, MIQ qruplarımızda dərslər davam edir. MIQ qruplarımızda hər il olduğu kimi məndə artıq 2 qrup var. Bir qrupda bazası daha qüvvəli olan müəllimlər, bir qrupda isə bazası daha zəif olan müəllimlər iştirak edir və buna əlavə MIQ üçün materialı tam çatdıra bilməyən müəllimlər üçün də fərdi dərslərimiz mümkündür. Fərdi dərslərimiz həm mənimlə bərabər çalışan Mehriban müəllimə ilə bərabər keçirik fərdi dərslərimizi. Dərslərə qoşulmaq istəyənlər ekranda göstərilən WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilər. Sınaq dərsi ödənişsizdir. Dərslərə qoşulub dərslərin keyfiyyətinə baxa bilərsiniz, necə keçirildiyinə. Gəlin, keçid eləyək ikinci suala. İkinci sualda belə bir sual verib bizə. Deyir ki, baxın, f-in tərsində jx x plus 1-dir. J-nin tərsində fx x minusa minus 2 olarsa,
A-nı tapın. Baxın, burada bu misalı həll etmək üçün misal o qədər də çətin sual deyil. Belə deyək, tərs funksiya anlayışını bilməlisiniz yoldaşlar. Tərs funksiya anlayışı nədir? Biz bilirik ki, əgər f-in tərsində a b-yə bərabərdirsə, deyəcəksiniz müəllim, yaz ki, ora f-b də a-ya bərabərdir. Düzdürmü? Düzdür. İndi mən bu xassədən burada istifadə edeyim. Onda belə çıxır ki, f-in özündə x plus 1, baxın bununla bunun yerini dəyişirəm. X plus 1 jx-a bərabərdirmi? Bərabərdir. Digər tərəfdən bununla bunun yerini dəyişsəm, j-nin içərisinə atsam x minus a minus 2-ni bərabər olacaq fx-a. İndi baxın, bunlardan mən a-nı tapmalıyım. Necə tapıram? Əslində bunu ixtiyari bir qiymət götürüb daha asan yazmaq olar. Məsələn, baxın, yuxarı üçün x-a 0 yazıram. X-a 0 elə bir qiymət yazıram ki, rahat hesablayayım. X-a 0 yazsam burada nə alınır? F1. Düzdürmü? Düzdür. Burada nə alınır? J0. Düşək ikinciyə baxaq. Axı, mən burada F1 almışam. Burada F1 alarsam misalı həll edə bilərəmmi? Bəli. O səbəbdən gətirib aşağıda x-lara 1 yazıram. X-a 1 yazsam, baxın, bura 1 yazdım. 1 çıx 2. Olacaq J, daha doğrusu J'dir bu. J mənfi 1 çıxa bərabər olacaq F1-ə. Aha, artıq bax misalımı həll eləyən sizə buradır. F1 nəyə bərabərdir? J0-a. F1 nəyə bərabərdir buna? Deməli, bunlar bir-birinə bərabərdir də bu J-lər. Onda deməli elə J0, J mənfi 1 çıx A imiş. O zaman mənfi 1 çıx A da bərabər olsa 0-a, A-mız nəyə bərabər olar? Mənfi 1-ə. Biraz uzatdıq yazını, amma mən elə bilirəm ki, aydındır bu da tam. Yəni, sırf belə deyək, tərs funksiyanın xassəsindən istifadə edərək əldə etdik. Bu oldu neçənci sual? İkinci sual. 5 sual həll edəcəm, yoldaşlar. 5 sualın izahı olacaq. Bunların içərisində yenə də xatırladım. Məsələn, keçən il MİQ suallarından biri var. Hansı ki, maraqlı məsələdir, həndəsə məsələsi. O sualı da bunların içərisində daxil etmişəm. Bir də videoyu bəyənib, əgər sizin üçün həqiqətən faydası olursa, kanala dəstək olmaq adıyla bəyənib, paylaşmağı unutmayın. Üçüncü sualımız, deyəcəksiniz, müəllim çoxlu funksiyaya vurğu edib. Funksiya sualıdır yenə. Sual 3. Deyir bir fx funksiyası var və onun təyin oblastı mənfi 1-2 parçasındadır. Fx-in təyin oblastı mənfi 1-2-dir. Sizdən soruşur ki, fx kvadratı minus 1-in təyin oblastını tapın. Baxın, gəlin tapaq. Fx-in təyin oblastının bu olmağı nə deməkdir? Təyin oblast nəyini ala biləcəyi qiymətdir? X-in. Yəni, siz mənə demək istəyirsiniz ki, bunun x-i mənfi 1-lə 2 arasındadır. İndi mən nə ifadəsini almaq istəyirəm? X kvadratı minus 1-in təyin oblastını. Onda götürürəm x kvadratı çıx 1-i. Aralıqda təyin oblastı yer dəyişməsi necə olur? Bax, bu düstura əsasən yerini dəyişir o ədədlər. İndi gəlin görək nə qədər yerini dəyişir. Mənfi 1-2 parçasında götürürəm. Hər tərəfinə 1 əlavə etsəm, bura 3, bura 0. Bəs bu bərabərsizliyi necə həll edirsiniz? Yazırsınız modulda x, kök alsanız. Bu tərəfində olacaq kökdə 3, bu tərəfində olacaq nə? 0. Modul zaten hər zaman 0-dan böyük bərabərdir. Onu həll etməyimizə ehtiyac yoxdur. Amma digər tərəfdən modul x kiçik üçün həlli. Modul x kiçik üçün həlli nədir? Mənfi 3, kök altda 3, müsbət kök altda 3 parçasıdır. O zaman mən artıq funksiyanın təyin oblastını tapmış oldum. Elə bilirəm, bu da aydındır. Gəlin davam edək növbəti suala. Növbəti sual neçənci sualdır? Deməli, sualımız 4-cü suala baxırıq. 4-cü sual bir həndəsə sualıdır. Sualda belə bir trapesiyadır. Bu sual 2025 MİQ imtahanında istifadə olunub. Deyir, söhbət ABCD trapesiyasından gedir. ABCD trapesiyasını çəkib. Buradan oturacağa deməli paralel olan bir parça çəkib. Bu parçanı da işarə edib Y. Sual artıq tanışdır. Yazanlar bilər. F H-dır burada. Sualda nə deyir? Deyir GC paraleldir AD-yə. Həmçinin bu parçaların üçü də bir-birinə kongruentdir. O da tamam. AD 15'dir.
BS isə nə qədərdir? 10 santimetrdir. Və məndən nə soruşur? YH istəyir. İndi qısa olsun deyə bəzilərinin üstündə qeyd etdim. Gəlin baxaq sualımızın həllinə. Deməli, bu bir trapesiya və bu xətt bunlara paraleldir. Paralel olan kimi burada nə yadımıza düşür? Oxşarlıq. Oxşarlığı necə yaza bilərəm burada? Bu parçaların üçünə də A yazıram. İndi baxın. Markeri dəyişib, digər markerini işarə edəcəyim üçbucağa baxın. Hansı ki, bu üçbucağa baxın. Bax, bu balaca üçbucağa burada qırmızı rənglə ümid edirəm bu görünür. Bu üçbucaqla, bax, bu böyük üçbucaq. Adlandırağım üçbucağı. Y, B, F üçbucağı ilə A, B, D üçbucağının oxşarlıq əlamətini bu tərəfə yazıram. Nədir bunların oxşarlıq əlaməti? Deyəcəksiniz ki, müəllim, A-nın 15-ə nisbəti yaz bərabərdir. Buna uyğun tərəf nədir? B, F-in bütün tərəf nədir? B, D-yə olan nisbətinə bərabərdir. Tamam mı? Tamam. Bunun oxşarlığını yazdım. Axı, burada başqa bir üçbucaqda da oxşarlıq var. Hansı üçbucaqdır? Bu səfər, baxın, bu 2A ilə 10. Hansı ki, bu üçbucaqdan söhbət gedir. Bax, bu üçbucaqdan. Buranın uyğun tərəfi F-dir. İndi mən nə yazmalıyım? Baxın. C, D, F üçbucağı ilə C, D, B üçbucağı oxşardır. O zaman yazırıq 2A-nın bu oxşarlıq əlaməti 2A-nın nəyə nisbəti? Oturacaq 10-dur. Ona nisbəti. Bunun uyğun tərəfi FD-dir. FD-nin, bax, buradan bütöv tərəf BD-yə olan nisbəti. İndi bir yaxşı-yaxşı bu ifadənin o ifadəyə bir baxın. Baxın, BF-lə, bu hissə ilə FD-ni toplayanda bütöv bir BD verirmi? Verir. Onda gəlin belə edək. Bununla bunu tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayaq. A bölü 15 ilə 2A bölü 10'u topluyorum. Yazdım mı? Yazdım. Bunu baxın. BF ilə BF bölü BD ilə topluyorum. FD bölünsün BD-ni. Mən biraz kənara çəkdim, görünsün. FD. Toplayanda nə verir? 2'lər onlar getdi. A bölü 15 plus A bölünsün 5 bərabərdir. BD. BD məxrəc. Yoldaşlar, BF ilə FD-ni toplasam mənə verməzmi bütün BD? O zaman buranın cavabı 1'dir də. Bax, anlamayanlar üçün bir də deyirəm. BF ilə FD-nin cəmi bir dənə BD-nin uzunluğuna bərabərdir. Ona görə cavab 1'dir. Ortaq məxrəc də 15'dir. 15'i bölsək 5'ə 3, bu da 1, 4A. Cavab eləyəcək A bərabərdir 14, 15 böl 4. A-nı tapdınız, amma məndən A-nı soruşmur. Məndən YH-ı, 2 dənə A-nı soruşur. 2'ni də vur 4'də 15'ə, 7,5 edər doğru cavab. Bitmədi, bir sualımız da var. Bu sual ilə bilirəm ki, aydındır. İndi bir sualın da izahına baxaq.